Salam dəyərli izləyicilər, 4 oktyabr 2025-ci il. Mərhum əməkdar artist Cabir İmanovla bağlı daha bir şok iddia ortalığa atılıb. Bu dəfə onun Vəhabi olduğu deyilir və hətta medianın, Azərbaycan mətbuatının yazdığına görə aktyorun dəfnindən sonra onun Vəhabi qaydası ilə dəfn olunduğu iddiaları irəli sürülüb. Hətta qardaşı Tahir İmanovun çəkilişə icazə verməməsi bu iddiaları daha da gücləndirib. Jurnalist Elbəyi Həsənli isə əməkdar artistin Vəhabi olması və Sələfi məzhəbinin dini qayda və ayinləri əsasında dəfn edildiyi iddiasını səsləndirib və Yeni Sabah saytı bütün bu iddialara münasibət öyrənmək üçün Cabir İmanovun atası Milli Elmlər Akademiyasının müxbir üzvü iqtisad elmləri doktoru professor Qorxmaz İmanovla əlaqə saxlayıb və Qorxmaz İmanov ona və doğmalarına başsağlığı verən hər kəsə təşəkkürünü bildirib. Sitat: Allah bütün ölənlərə rəhmət eləsin. Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Bu mövzularla bağlı danışmaq istəmirəm. Belə şeylər yazanlara da demək istəyirəm ki, biz nə hayda, siz nə hayda. Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da 49 yaşında vəfat eləyib. Onun ölümünə ürək tutması səbəb olub.